Son günlər xalq artisti Niyaməddin Musayevin qızı Röya Musayeva ilə bağlı yayılan məlumatlar mediada geniş müzakirələrə səbəb olub. Xüsusilə onun Fövqəladə Hallar Nazirliyində tutduğu vəzifəsində azad edilməsi ilə bağlı xəbərlər ictimaiyyətdə müxtəlif suallar yaradıb. Yenilikəs xəbər verir ki, yayılan məlumatlara əsasən bir müddət əvvəl Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydarov tərəfindən Röya Musayevanın vəzifədən azad olunması ilə bağlı müvafiq əmr imzalanıb. Lakin bu xəbər birmənalı qarşılanmayıb və məsələnin səbəbləri ilə bağlı müəyyən çaşqınlıqlar yaradıb. Mövzuya aydınlıq gətirmək məqsədi ilə Röya Musayeva Oxu24.com saytına açıqlama verib. O bildirib ki, onun Fövqəladə Hallar Nazirliyindəki vəzifəsindən ayrılması hər hansı qalmaqal və ya intizam məsələsi ilə bağlı deyil. Röya Musayevanın sözlərinə görə hazırda xaricdə yaşayır və uzun müddətdir ölkə xaricində olduğu üçün dövlət qulluğunda fəaliyyətini davam etdirməsi mümkün olmayıb. Röya Musayeva qeyd edib ki, bu qərar şəxsi həyatında baş verən dəyişikliklərlə əlaqədardır və tam könüllü şəkildə verilib. O, yayılan bəzi şayələrin həqiqəti əks etdirmədiyini vurğulayaraq məsələnin düzgün təqdim olunmasının vacibliyini bildirib. Beləliklə, Röya Musayevanın Fövqəladə Hallar Nazirliyindəki vəzifəsindən ayrılmasının əsas səbəbi onun xaricdə yaşaması ilə bağlı olub və yayılan digər iddialar reallığı əks etdirmir.